dünyanın bizim Turan dövlətlərində fərqli fikirlərdir, düşüncələrdir. Bilirsiniz, bilmirəm bunlar hansı genlərdir, millətlərdir. Nəsə bu türklərə yaraşan bir şeydir. Mən türkləri deməli dünyaya haralarda olsaydım da türkü başqa cürə türkü yəni tanıtdırdım. Yəni türkdən hər şey, türk məsləhət görər, türkü sözü ilə, yəni düzgün sözü, sağlam düşüncəsi ilə türk, yəni elə belə millət deyil, türkdən öyrənmək lazımdır. Amma biz bugün elə bir səviyyə özümüzü salırıq, göstəririk ki, elə doğrudan düz deyirlər ki, türk nədir? Elə türkün özü qaçır, ona baxır. Bunun ətəyindən tutulur. Belə bu axmaq, bu Türkiyədə bu kimdirlər, bunlar oturubdu. Parlamentdə deməli Azərbaycana aşağılayırlar. Nə bilim Azərbaycan bizlə deyil, bizi satıblar. Güya Azəri türklər türkü satır. Bu türk belə şeyi ki danışırsa, nəyi satır? Ay, o düz deyirlər. Tanrı bizi nəyə görə cəzalandırır? Bizi də cəzalandırır. Yahudini də, Rusu da, onu da, bunu da, bütün xalqları, bu Farsdır, Ermənidir, Ərəbdir. Bilirsiniz, bu insanlar ki yaxşı yaşayır ha. Doğrudan bax, qudururlar da. Qardaş, niyə qudurubsunuz? Nə olubdur? Ha? Artıq qəpik var cibinizdə, özünüzü göstərirsiniz. O onu satır, bu bunu satır. Belə Tanrı başınızdan vurur, hələ ayırmırsınız. Vurur başı, ay bədbəxtlər, ay Türk, bilmirəm sənə Türk deyənin boyu batsın. Adam bilmir nə desin. Nə yazır, deyir, görün, İranı satırıq, İranı satdılar. Nə bilim, gedib ərəbləri satır. Bunu gör kim deyir, bu oturub Türk parlamentində belə aşağılayırlar. Bu ərəb dilindən əl çəkmirlər də. Deməli, ay türkü ermənidən olan, başqa cürə sənin adın yoxdur, Türkiyədə oturmuşsunuz. Belə olacaq da, gedib bunun arvadını alanda belə olmalıdır da, başqa cürə, Tanrı belə cəzalandırıb da. Ay qardaş, siz İrandan niyə əl çəkmirsiniz? Niyə Fələstindən əl çəkmirsiniz? Bu Farsdan əl çəkmirsiniz. Axır bu Farsı, bu bədbəxt milləti Azərbaycanı yaradıb. Azərbaycanı gətirib onu. Azərbaycan Türk imperiyalarında bu Farslar əmələ gəlibdir də, yəni bizim əlimizlə qalıb. Adicə falçıdır. İndi siz yaxşı bunu hakimiyyətə gətirdiniz 25-ci ildə. 1830-cu illərdə bunlara bir avtonomiya kimi verdiniz, Ruslarla bir yerdə başa düşdük. Bunların yaxşı 200 ildir. Bu Türk, bu Rusların deməli o dabanın altında qalmışdılar. Bu Qırğızdır, Özbəkdir, Azərbaycandır. Dabanın altında qalmışdı da Özbəkdir, Türkməndir. Bu Farsları özümüz gətirmişik, Rusları özümüz gətirmişik. İndi bu Farsın dabanın altında da 200 ildir də, yəni qalıb Azərbaycanlar. Və dabanın altında qalmış millət hakimiyyəti idarə edir. İş orasındadır. Fars dövlətində onun hərbi, onun bütün siyasəti, onun kuxnadan tutmuşa mədəniyyət, hər şey türkdür. Yəni türk idarə edir, indi də edir. Amma gör nə edir. Farsın dabanını o deyir, Farsın dabanını yalayır. Özü idarə edir Farsları. Bütün ağıl, hər şey, düşüncə, Türk orada da amma istəmir bu Farsdan ayrılsın. Necə o Qırğızlar bugün durub, Qırğızstan deyir ki,
Biz nə etdik, biz kim idik? Türkiyə bizi aldadıbdı. Bayraq, nə bilim, bayraqdarları 5 milyona satıb, köhnə silahını verir, deməli, Qırğız deyir ha. Qırğızstan deyir ki, Türkiyə köhnə silah verir. Ona görə bizim uşaqlar bugün Rusiya Akademiyasını qutarsın, Hərbi Akademiyasını biz ruslarla inkişaf edirik belə. İndi gərginə. Rus Qırğıza 200 ildən nə adı bu? Çimorik İcit tualet kişisi. Qırğıza deyirlər. Bunları mən görmüşəm ha. Əskərli illərdə Moskvada, Rusiyada. Bu Qırğız anasının o deyir ya, anasının nə bilim başını kəsib. Rus başını kəsibdi. Gözünün qabağında. Bugün deyir ki, Ruslar kimi yaxşı millət yoxdur. Deməli, bilirsiniz nədir? Bizdə bu Türkdə problem var. Deməli, Türkün başını kim kəsir? Deyir, bu ən yaxşı millətdir. Farslar Türk uşaqlarını götürüb o şahın vaxtından, şahdan da qabaq. Ermənilər bir yerdə heyvanlarını almadı Türkün. Deməli, qızlarını gözlərinin qabağında başını kəsir arvadlarını, Farslar. Bunlar yenə də Farsdan əl çəkmir. Kömək eləyirlər Farsa. Ta da deməkdən ayrılaq qutaraq da, indi İsrail başlayıb cəhənnəmə başlayıb. İsrail də indi bizi satır, hamı deyir ki, bizi satacaq. Kürdistan yaradır. Nə bilim, orada başqa dövlətlər yaradır. Əgər mən sizə hamına deyirəm, əgər İsrail, Yahudilər, Kürdistan orada yaradacaqsa, Türkiyəyə qarşı İsrail məhv olacaq. Mən elə belə demirəm də. O Yahudilər, bəziləri məni indi desələr, deməsələr, öz işləridir də. Mən onu 100% bilirəm. Türkiyə kim barmaq silkəliyirsə, ona görə deyirəm ki, yəni bütün o Qafqaz millətləri, yəni Fransada, Amerikada, mən deyirəm, bu silah var, belə var, elə var. Çox pis qutaracaqdır. Yəni Türklə əlləşməyin. Türkdə işiniz olmasın. Yenə deyim, amma Türkün öz səhvi də var. Türk bugün demək ki, deyə bilmir ki, ay Fars, çıx get, adam kimi get də, ay mollası, ay şahı, hələ Pəhləvi oğlu istəyir gəlsin. Yəni get, Cənubi Azərbaycan almadır. Fars düzgün millət deyil. Bu adam qaraçıdır. Bu adamı idarə edir, Türk edir. Amma Farsın hakimiyyətinin dabanını sən niyə yalamalısan? Niyə Rusun dabanını yalayırsan? Ay Qırğız, ha? Bu yaşlı Qırğızstan. Özbək gedir ona da ilişir. Yəni bu deyirlər ki, Turan dağılacaq, onu Tanrı dağıdır. Turanı Tanrı dağıdır. Niyə? İmkan verdi, birləşin. Görür ki, yəni siz Tanrıya qarşı çıxmısınız, bu Turançılar. Turan dövlətləri Tanrıya qarşı çıxdı. Yəni Turan Türkü gətirdi. İslamı da, Xristianlığı da, Müslümançılığı da, Tora, hər şeyi veribdi, burasına verib. Burasına verib, ancaq orada mən nə işləri görənə da başa düşmürəm. Yəni heç olmasa, mən demirəm də mənə oxşayan mən olum da, mən axı bu uşaq vaxtdan da axı Türklüyü tanıtdırıram, göstərərəm, yəni Türkü, ay erməni, ay Fars, ay Rus, ay İngilis, ay düşüklər. Düşük niyə deyirəm, axı düşük kimin aparırsınız yüzü? 5 qəpik artıb cibində İngilisin dəli olub düşüb ortaya. Oradan Ford, oradan Rockefeller 5 qəpik pul artırıblar ha. İndi milyarder olub da dəli olub düşürlər dünyanın üstünə. Bunu Tanrı bunları qudurdu. Yəni niyə tanıtdırır dünya? Yəni bu Fars da qudurub, Rus da qudurub, Erməni də qudurub. O Dağıstanda da oturub qudurublar 5-10 qəpik və dövlət, hamısı dövlət istəyir. Dövləti Tanrı kimə veribdir. Təzədəndən dağıtmaqdır, onun bunun evini yıxmaqdır, öldürməkdir. Bu heç nə verməyəcək. Mən yenə də deyirəm, bax bu ərəblərdir. Bu ermənidir, Rusdur, Farsdır. Bunlar dünyanı
Tanrı özü bu dünyaya gətirib necə zərərçi kimi də, əl çəkində. Ay Türk, deyirəm sizə bu İran, Azərbaycan, İran. Bu Farslar ayrılmalıdır. Getsinlər, yaşasınlar, demirəm, düşmançılıq elə, demirəm, Azərbaycan onları öldürsün, Türk öldürsün, Yahudi öldürsün, neynəsin, heç kəs. Amma yaşayın, Fars get, yaşa, özün üçün yaşa da, balaca orada bir dövlət. Amma bu Yahudi ki, beləki bir yəni düşüncəsi varsa ki, Türkə zərər vurur, unutmasın. Unutmayın, yəni keçmişi. Hitleri unutmayın. Yahudilərə deyirəm də, mənə indi qardaş da desəm, amma deyirəm ha. Yəni Hitleri unutmayın, bu bir. İkincisi, unutmayın Nadir Şahı, Babəki, Uzun Həsəni, Süleyman Sultanı, Atatürk'ü, ümumiyyətlə yadınızdan çıxarmayın. Bütün dünyanın o Yahudilərinə deyirəm, o saqqalı maqqalı çıxaracaq, dünyanı dağıdacaq, dünyanı dağıdacaq. Ay saqqallı Yahudi, mənim də ağlınızı yığın başınıza, yadınızdan çıxartmayın. Yenə də deyirəm, Süleyman Sultandır, Nadir Şahdır, imperatorlar, hamısı, bütün Azəri imperatorları, Türk imperatorları, İsmail Şahı, yenə də deyirəm, Teymur imperatorları, Babəki, yadınızdan çıxartmayın, ha, bunlar sizi gətirib, ha, bu səviyyəyə çatdırıb. Yəni siz vurmayın yerə, əlləşməyin Türkiyədə, Kürdistan. Məhv olarsınız. Mən yenə də deyirəm, Yahudilər ağlarınızı başınıza yığın. Yenə deyirəm, bütün millətlər də Türklə əlləşməyin. O Farslarla əl çəkin, Farsdan qurtarın, ay kişi.